və qida həddindən çox olsa bədəni fəsad edir, ifsad edir və əgər qədərində qoyulsa onda fayda verir, bədəni gücləndirir. Cəsəd ehtiyac, necə ki cəsəd ehtiyac duyur yeməyə qüvvətlənsin deyə, eləcə də qəlb ehtiyac duyur xatırlamaya ki qüvvətlənsin. Ona görə nə qədər çox dəvətçi var günümüzdə, nə qədər çox insanları xeyrə çağırmaq istəyən var, xatırlama edən var. Lakin Peyğəmbərin bu fikrindən, bu ədəbindən kənardır. İnsanlara ağırlaşdırmaqdan başqa işi yoxdur. Çox danışığı ilə, təkrarlaması ilə muizə edir rəhmətsiz, şəfqətsiz. Və insanlar ətrafından uzaqlaşır, qaçır, qabağında onların qəlblərini bağlayır. Və nə qədər sadiq kəlmələr var, az da olsa, lakin faydalıdır, çünki rəhimli qəlbdən çıxır. Şəfqətli qəlbdən çıxır, mərhəmətli qəlbdən çıxır, hidayət istəyir sahibi üçün. Və hidayətə də səbəb olur, tövbəyə səbəb olur, sadiq, axıdılan göz yaşlarına səbəb olur. Kim Peyğəmbərin bu fikrini muizəsində cəm edərsə, Allahın kəlamından, dəvətində bu fikri cəm edərsə, bil ki, Peyğəmbərlərin yolunu tutub, Risalənin təbliğində və elə belə Risalənin yox, aləmlərin Rəbbinin Risaləsinin Udu ilə səbili Rabbikə bil hikmə vəl-məv'izətil həsənə, Rəbbinin yoluna hikmətlə və gözəl muizə edərək dəvət et. Və hikmət də hər şeyi öz yerinə qoymaqdır. Hikmət bilməkdir ki, nə vaxt danışırsan, nə vaxt susursan. Gözəl muizə isə şəfqətlə, rəhmətlə deyilən sözdür. Şiddətlə məcbur etmək deyil, zorakılıq deyil. Ona görə nə çox ehtiyac duyulur Peyğəmbərin dəvətində etdiyi rəhmətinə, şəfqətinə, mərhəmətinə. Hamımız ehtiyac duyuruq buna. Evlərimizdə, övladlarımızla, minbərlərdə, insanlara xitab edəndə, mədrəsələrimizdə, məktəblərimizdə, məscidlərimizdə qəlblər xatırlanmalıdır, qaçırılmamalıdır.